Mən tarixçi olmağı düşünmürdüm orta məktəbdə oxuyanda. Məndə riyazi məntiqi daha güclüdür. Mən riyaziyyat müəllimimiz sonra 5 il mənimlə danışmadı. Mən tarix fakültəsinə girdiyimə görə. Rusiyada ən çox bizim Azərbaycan tarixinə aid olan materiallar Rusiya imperiyasının xarici siyasət arxivindədir. Orada da gedirdin, zaten siyahını vermirdilər ki, hansı sənədlər var. Deyirdilər, mövzunun adını ver, biz özümüz seçib gətirəcəyik. Bu artıq əvvəldən qərəzli yönəltmə olur da. Süni intellekt gəlib ortaya. Mən süni intellektə çox da inanmıram. Salam Elmin, necəsən? Salam Ayxan. Elmin bayramı mübarək. Sağ ol sən. Hansı bayramı təbrik edirəm, bildin heç? Əlbəttə bildim. Mart ayı bayramlarla oldu biraz. Novruz bayramı, üstəlik Ramazan bayramı da üstünə gəldi. Bu ay maşallah bayramdan bol oldu. Maşallah. Uyğusudur. Və bizim üçün xüsusi bayram var. Bəli, bizim sevimli əsas bayramımız, hətta deyərdim, ən önəmli bayramlarımızdan biri Elm günü. Bu bizim üçün çox önəmli bir bayramdır. Bizim gəncliyimiz üçün və dövlətimiz, millətimiz üçün eyni zamanda. Demək 27 Mart Elm günündən söhbət gedir. Ayxan, Elm günü nədir ümumiyyətlə bir məlumat ver. Bu gün ümumiyyətlə xüsusi buraxılışımız olsun fikirləşirəm. Nəyə görə? Çünki biz elm haqqında danışacağıq və elm günü haqqında danışacağıq və qonağımız da məhz bu mövzuda öz təcrübələrini bizimlə bölüşəcək. Və elm günü martın 27-si seçilib və 2018-ci ildən sərəncam imzalanıb Azərbaycan Respublikası prezidenti tərəfindən və bundan sonra da biz rəsmi olaraq bunu bayram kimi qeyd edirik. Elm cəmiyyəti qeyd edir və bu bayram nə ilə bağlıdır? Bizim akademiyanın, Elmlər Akademiyasının yaranma tarixi ilə bağlıdır və elm günü dünyada da qeyd olunur. Məsələn, mən araşdırmışam ki, World Science Day var for Peace and Development, Dünya Elm Günü və sülh və inkişaf üçün. Yəni, burada artıq elmin məqsədi bəlli olur. Elmin məqsədi sülhü yaratmaq və inkişafı aparmaq. Düşünürəm ki, Azərbaycan elmi də buna doğru irəliyir. Xüsusən də elmin keşiyində, elmin fundamentini, təməlini quran akademiya olur. Elm Akademiyası. Amma mən istəyərdim səndən bu digər dünyanın yerlərində olan elm cəmiyyətləri haqqında bir danışaq. Mən bildiyim qədər sən Böyük Britaniyada da təhsil almısan və Böyük Britaniyada səhv eləmirəmsə orada Royal Society, Kral Cəmiyyəti var və bu haqqda bir məlumat verərdim. Ümumiyyətlə, sən hazırda müqayisə edə bilirsən. Mən bir qədər ABŞ-ı müqayisə edə bilərəm. Orada bir təcrübəm olub mənim. Mən istəyərdim Britaniyanın təcrübəmizi müqayisə edək. Çünki bizim keçmişimiz bir qədər fərqlidir. Biraz Sovet dövrünə dayanıqlıdır, amma onlar da tamam fərqli inkişaf edib. Bu haqqda nə deyə bilərsən orada tələbə olduğun dövrlərdə? Bəli, elm sistemlərində fərqliliklər var dediyin kimi. Məsələn, Britaniyada Royal Society dediyimiz kimi kral cəmiyyəti əsas öncülük eləyir elmi nailiyyətlərə, elmin inkişafına. Kral cəmiyyəti nədir? Gedir çıxır bunun tarixi 17-ci əsrə. Həqiqətən yəni kral və zadəganlar tərəfindən bu artıq o dövrdə başa düşülür ki, ölkənin həm siyasi cəhətdən, həm iqtisadi cəhətdən olsun, sosial cəhətdən olsun inkişafı elmdən keçəcək. Artıq aydınlanma dövrüdür. Və başladılar bunlar dövlət tərəfindən elmi yenilikləri maliyyələşdirməyə, onlara motivasiya verməyə. Amma orada fərq nədir? Kral cəmiyyəti özü elmlə məşğul olmur. Orada əsas elmlə məşğul olan tədqiqat mərkəzləri universitetlərdir. Köçkü universitetlər, hansı ki, bir çoxu da bu gün də əyalətdə fəaliyyət göstərir. Kral cəmiyyəti sadəcə bu işin maliyyələşdirməsi ilə məşğuldur və belə deyək, siyasi dəstək verir ki, yeniliklər yaratsınlar universitet. Yəqin bu daha çox güc universitetlərə və elmi tədqiqat mərkəzlərinə düşür burada. Burada yəqin ki bir avantajları var onun, hansısa bir aralarında rəqabət yaranır. Britaniyada deməzdim. Britaniyada çünki tək mərkəzlidir nəzarət sistemi. Bütün universitetlər kral cəmiyyətinə belə deyək tabedir. Yaxşı cəhəti odur ki,
istənilən yeniliyi kral cəmiyyətinə artıq belə deyək, məruz etdiklərinə görə birbaşa siyasi agendiyə təsir edə bilər. Artıq bürokratik yük biraz azdır orada. Məsələn, yenilik olur bəzi ölkələrdə, 1 il ona vaxt sərf olunur ki, tətbiq olunsun bu dövlət tərəfindən sistemli şəkildə. O bürokratiya ləngidir işləri. Bunlarda elə bir şey yoxdur. Mənfi cəhəti də odur ki, nəzarət birbaşa olmur. Yəni sən artıq bütün işin məsuliyyətini buraxırsan universitetə, o tədqiqat prosesinin necə gedəcəyini, nə qədər intensiv, nə qədər dərin gedəcəyi artıq universitetdən asılıdır. Müəyyən qədər ona görə universitetdə biraz arxain olmalı. Onda belə başa düşürəm ki, Elmlər Akademiyası daha mərkəzləşdirilmiş bir qurumdur və daha çox belə akademik vasitələri nəzarət eləyə bilir və aşağı-yuxarı eyni bir sistem formalaşdırır. Pərakəndəlik və belə şaxələnmə yaranmır. Bu baxımdan Elmlər Akademiyası postsovet məkanında, MDB ölkələrində var. Məncə Çin Respublikasında var. Onlarda bir qədər fərqlilik var amma Elmlər Akademiyasında. Onlarda fərq ondan ibarətdir ki, əsas fərq, bilirsiniz, bu dəqiqə iqtisadi kapitalizm dövründə yaşayırıq və hər şey maliyyələşmədən keçir. Çinin fərqi odur ki, Çin dövləti Sovet sisteminə nisbətdə daha çox, daha intensiv maliyyələşmə eləyir. Buna görə də onlar elmi yeniliklər tez imza ata bilirlər və bu elmi yeniliklər də dövlət maraqları çərçivəsində olur. Artıq mərkəzləşmiş olduğuna görə hər layihə üçün belə deyək, pul ayırmırlar. Dövlətə lazımlı olan, siyasi cəhətdən ehtiyac olan sferalarda daha çox inkişaf gedir. Bu dəqiqə indi texniki sahələrdir. İnformasiya texnologiyaları, süni intellekt bu sahələrə daha çox maliyyə. Məsələn, Amerika sistemində sən dediyin o pərakəndəlik Amerika sistemi vardır. Orada iblis sən bilirsən, maraqlıdır ki, cəlb eləsin hansısa bir araşdırma. Orada bilirsən elə bir araşdırmalar var ki, sən baxarsan ki, bu çox mikro araşdırmadır. Yəni bir var makro araşdırma, mikro araşdırma. O qədər detalları, məsəl üçün çox xırda bir araşdırmadır və buna da bir yatırım olunur. Bu da universitetlərin tədqiqat etməsinə bir motivasiya olur. Hansısa məsələn Kaliforniyada bir şirkətdir, IT sahəsinə yatırım eləyir və o insanlara da maraqlıdır ki, o tədqiqatı aparsınlar. Amma o da bir mənfidir, sənə deyim. Bir dənə mənfi cəhəti odur ki, orada maliyyələşmədən asılıdır deyə bir neçə mərkəz var da, vahid deyil. Ona görə də pul kimdədirsə belə deyək. Pulu olan deyir ki, bu sahədə elmi tədqiqat aparılmalıdır, o tədqiqat aparılır. Bəlkə də o tədqiqat lazım deyil bu dəqiqə cəmiyyətə. Artıq vaxtı keçib yaxud ehtiyac yoxdur. Çox sən dediyin kimi xırda bir şeydir. Böyük layihə ola bilər alternativ olaraq, amma investorun marağında olmadığına görə diqqətdən kənarda qalır. Belə bir mənfi cəhət. Eynən. Nəzərə alsaq ki, kapitalizmi vurğuladın. Böyük korporasiyaların dövründə yaşayırıq və pul verən korporasiya məhsulunu təbliğ etmək üçün, məhsulunu daha kütləvi etmək üçün araşdırmalara pul yatırım edə bilər ki, ondan gəlir əldə etsin. Və burada bir qədər elmin həmin o ilkin saflığı yoxa çıxır hardasa, mən fikirləşirəm ki, daha çox kommersiya yönündə olmağa başlayır. Hibrid forması yaratmaq olar yəqin ki. Elə bir format ola bilər ki, həm mərkəzləşmək olsun, yəni dövlətin müəyyən maraqları nəzərə alınsın və eyni zamanda da şirkətlər, azad bazar iqtisadiyyatı müəyyən qədər inkişaf etsin. Əslində o modellər artıq tətbiq olunmağa başlayıb. Əsas Singapur, Cənubi Koreya kimi əsas Asiya ölkələrində düz yeni bir sistemdə hələ bilmirik nə qədər effektli olacaq. Çalışırlar ki, mərkəzləşmiş sistemlə bu dediyimiz çox mərkəzli, daha çox bazar iqtisadiyyatı yönümlü sistemi hibrid formatda, yəni birləşdirsinlər və hibrid bir format yaratsınlar. İndi bunun nə qədər uğurlu olacağını yəqin ki, yaxın gələcəkdə görəcəyik. Çünki yeni bir sistemdir. Amma mənə elə gəlir ki, hər iki tərəfin üstünlüklərindən istifadə eləmək üçün ağla batan səslənir. Hibrid sistemdən çox yeniliklər əldə etmək olar və onsuz da göz qabağındadır ki, Cənubi Koreya və Singapur xüsusən də texniki sahələrdə onsuz da qabaqdadırlar. İndi bu hibrid sistemində necə bir töhfə verəcəyi ilə görəcəyik. Mənim proqnozum odur ki, müsbət olacaq. Yəni o daha ağıllı, daha ağla batan variant kimi görünür. Maraqlıdır. Məncə dünya sürətlə inkişaf edirsə, bu günləri rəqəmsallaşırsa hər şey, artıq analoq geridə qalırsa, biz bununla ayaqlaşmalıyıq. Elm adamı tərəqqipərvər olmalıdır və gündəmi izləməlidir. Əgər
bir əsr bundan öncə bir informasiyanı əldə etmək üçün bizə bir ay vaxt lazım idi. Bu gün biz bir kliklə istədiyimiz informasiyanı əldə edə bilərik və biz bu avantajlardan istifadə edə bilərik. Dünyanın bu gün qloballaşması üçün bir cihaz kifayət eləyir və biz elm adamları, bu cəmiyyənin insanları bundan istifadə etməliyik və Elmlər Akademiyasında danışdıqda 1945-ci ildə martın 27-si yaranıb, amma bundan öncə yaranmazdan öncə hansı yollar keçib? Sadədən mürəkkəbə, hansı keçməkeşli yollardan keçib? 20-ci əsrin əvvəlləri, 19-cu əsrin sonu, müəllimlərin yetişməsi, ziyalıların yetişməsi, müəllimlər seminariyasının, o vaxtki Azərbaycan Dövlət Universitetinin yetişdirdiyi tələbələr, o dövrdə mübadiləyə təhsil davamlı gedib qayıdan dəyərli beyinlər, hansı ki sonradan töhfə verdilər və Azərbaycan Elmlər Akademiyası yaranmazdan öncə Azərbaycandan öncə Tiflisdə Zakavkazya Elmlər Akademiyası yarandı. Orada sadəcə bir Azərbaycan şöbəsi yarandı. Bundan sonra Azərbaycan Milli Akademiyası Bakıda fəaliyyətini davam etdirdi. Bu böyük bir uğurdur və düşünürəm ki, günümüzdə bu uğuru davam etdirməliyik. Bu uğuru davam etdirmək üçün təbliğatı olmalıdır elmin. Məsəl üçün, bugün bakalavrda təhsil alanlar nə dərəcədə doktorantura təhsili haqqında düşünə bilərlər? Ümumiyyətlə, hətta deyərdim sənə ki, fəlsəfə doktoru dərəcəsini alan şəxs mütləq ki, akademik karyer davam etdirəcək bir şərti yoxdur. Və burada biz düşünməliyik, necə cəlb oluna bilər ki, gənclərin marağı olsun və yaxud gəncin marağı varsa, gənc xaricə gedirsə, mütləq təzədən qayıtsın bura. Marağı olsun töhfə verməyə. Bunların çox işlənilməsi mexanizmləri var və bəzən bu görmüsən təhsil sərgiləri olur. Təhsil sərgilərdə universitetlər özləri qarşına çıxır tələbənin. Özü axtarır, e-maillə göndərir. Bu fürsətləri xəbərdar edirlər ki, fürsətlər haqqında bax belə proqramlar var yeni. Çünki indi açıq danışaq, tələbələrdə hər gün o maraq olmur ki, otursun adam hər universitetin saytına girsin, baxsın ki, keçən həftədən bu həftəyə nə yenilik var, nə təklif yaranıb, yeni bir proqram bəlkə yaranıb, onu hər tələbə eləmir. Ona görə məcburən, yəni bu bir şərtdir ki, təhsil müəssisələri belə deyək, reklam eləsinlər o fürsətləri ki, o kütləyə çatsın. O dediyin kimi bu da bu sərgilərdən keçir daha çox. Eynisini iş yerləri eləyirlər, karyera sərgiləri kimi. Niyə də yox, təhsil sərgiləri formatında da bunu eləmiyorlar və deyərdim ki, bu daha önəmlidir karyera sərgilərindən. Çox düz dedin, doktorantura təhsili alanın akademik yolda gedəcəyi kimi bir düşüncə var bizim cəmiyyətdə. Hamı fikirləşir ki, fəlsəfə doktoru oldu, artıq universitetdə dərs deyəcək ya məktəbdə müəllimlik eləyəcək adam. Bu belə deyil. Baxanda görürük ki, bizim adi korporativ sahədə yaxud dövlət sektorunda kifayət qədər fəlsəfə doktorlarımız var, bəli. Milli Məclisin tərkibində özü olsun. Elə bizim institut təmsil edən millət vəkilləri. Yəni fəlsəfə doktorluğu sadəcə bir akademik, pedaqoji fəaliyyəti göstərmir. Bu müəyyən bir insanın çatdığı elmi dərəcədir, sadəcə elmi səviyyə. Deyil, əslində özünə yatırımdır. Bu çox təqdirə layiq bir. Amma bu kimsə diplom alır, onun şəklini paylaşır. Bu sevinc anıdır. Amma o anın arxasında nə qədər əziyyət var. Bəli. Çox böyük əziyyət var. Bunu sən də yaxşı bilirsən, mən də. Və bu kontekstdən çıxış edərək bizim qonağımız istəyirəm ki, öz təcrübəsini bölüşsün. Çünki o elmdə mən düşünürəm ki, akademik pillədə ən piklərə çatıb və o pikə çatmazdan öncə çox əziyyətlər var, çox güman kimi. Onu bilmirik. O onu ancaq özü bilər və bizlə bölüşə bilər və mən istəyərdim bizim bugünkü qonağımızı təqdim edeyim. Azərbaycan Respublikasının prezidentinin fərdi təqaüdçüsü, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Tofiq Mustafazadə bugün bizim qonağımızdır. Salamlayıram sizi. Salam, xoş gördünüz. Necəsiniz? Sağ olun. Biz bir qədər gənclər aramızda söhbət elədik. Ola bilsin biz sadəcə araşdırıb bunlara gəlmişik, amma təbii ki, elmin də təcrübəsini bölüşdü, xaricdə aldıq təhsil, mən bir qədər çalışdım bu vaxtda biliklərimi bölüşdüm. Amma siz Azərbaycanın Elmlər Akademiyasının
Artıq neçə müddətdir müəllim burada akademiyada fəaliyyət göstərirsiniz? 75-ci ilin, 1975-ci ilin əvvəlindən burada. Müəllim, mənə maraqlıdır, bu sadaladığımız titullar var. Biz bunun hamısının nədən ibarət olduğunu bilmirik. Ümumiyyətlə, Azərbaycan Respublikasının prezidentinin fərdi təqaüdçüsü olmaq nə deməkdir? Nə deməkdir ümumiyyətlə Azərbaycan elm xadimi olmaq, əməkdar elm xadimi olmaq? Bunların arxasında nələr, hansı çətinliklər var, hansı üstünlüklər verir? Çox güman ki, bunu əldə etmək üçün uzun bir müddət lazımdır ki, bunun bəhrəsini görəsiniz. Bu haqda fikirlərinizi istəyərdik, bölüşəsiniz. Təbii. Əvvəla mən sizin söhbətinizə qulaq asdım, belə mənə xoşuma gəldi. Bu Elvinin dediyi o hibrid forma o olsa daha yaxşı olar. Elə tam mərkəzləşmə, dövlətin də üstünə yıxılmaqdansa, həm də belə olsun. Ancaq elmin eyni zamanda dövlət qayğısından məhrum eləmək olmaz, yoxsa inkişaf eləməz. O ki qaldım, mən bir alim həyatı ki deyim, alim həyatı uzun kəşməkeşli, çətinliklərdən keçir. Ancaq şərəflidir. Bu şərəfli yoldur. Çünki sən nə eləyirsənsə, özünün ucalmağın üçün, xalqın üçün eləyirsən. Qalmaq, bu qalıcıdır. Bizim çətinliklər də olsa yazılan kitab qalır əsrlər boyu, onu kimlərsə istifadə eləyəcək. Bu mənada bu çətinliklərə indi gərək sinə gərəsən də, hər çətinlikdən qaçıb getməyəsən. Olub məndə də gənclikdə məsəl üçün universiteti qurtaranda verdilər təyinatımı bu akademiyanın yaxın orta şərq xalqları, indi şərqşünaslıq institutları ora verdilər. Cəmisi 75 manat məvacib təyin edə özə dedilər ki, qeydiyyat hökmən lazımdır. Onu da gedib o vaxtlar sir deyil ki, pul verib qeydiyyata düşmək lazımdır. Dedim, mən nə maaş verirlər? Burada dedim. Sonra elə oldu ki, mən nəsə həyatda həmişə yaxşı adamlar çox çıxıb qabağıma. Universitetdə bir Ruhullah Orucu, professor var idi. O məni yaxşı tanıyırdı, tələbəsi olmuşdum. Rast gəldim mənə və getmişdim diplomdan çıxarış, orada qiymətlər yazılır, onu almaq üçün. Dedi, harada işləyirsən deyəcəm. Mən də olduğunu dedim. Dedi, mən gəl səni burada kafedramıza, adın başlabalant gedəcək, əslində acaba dərs deyəcəksən. Və maaş da oradakından 20-30 manat çox alacaqsan. Yataqxana ilə təmin edəcək. Razısan? Dedim, əlbəttə razıyam. Dedi ki, get, onda al, Tudova gəl. Gəldim, o dedi, o mənə etibar eləmə, dedi, mən də gedirəm səninlə. Gəldi, yəni birdən fikrimi dəyişərəm də. Gəldik, rəhmətli Həmid Araslı idi o zaman direktor. Gəldik, onu dedim, mən çıxmaq istəyirəm də bu maaşla işə. Mən təqaüd 80 manat təqaüd almışam. O zaman... O vaxt üçün də az məbləğ idi müəllim bu. 80 böyük məbləğ. O vaxt üçün yaxşı. Bu məndə Karl Marx təqaüd idi. Mən o təqaüdün hesabına həmişə dolanmışam. Çünki o zaman 80 manat normal bir maaş idi. İndi gəlmişəm, ondan daha burada az maaş alıram. Məndə qeydiyyat da problemi var. Dedi, onda gözlə, şöbə müdürün iş yoxdur, şöbə müdürü gəlsin. Ondan da danışım, sonra verim əmri. Çıxdım, dedim, ola deyil, yox, get elə deyinə, bu dəymiş. Getdim, mən də dedim ki, belə yazdı bu da əmri. Getdim, nəsə akademi, universitetdə işlədim, bilmirəm. Sonra da elə oldu ki, aspiranturaya bizim Elmlər Akademiyasına daxil oldum. Bu işlərim həmişə belə elmdə mənə mane olan olmuyor, açığı deyim. Həmişə mənə yaxşı müəllimlər, rəhbərlər arası həmişə qayğı görmüşəm. Ancaq indi təbii də, məsələn, 90-cı illərin əvvəlləri bilən bilir, çox həyat ağır idi. Onda elmlər doktoru cəmisi 20-30 dollar maaş alırdı. Elə idi. İndi mən yaxşı ki, onda dərs, elmlər doktoru olduğuma görə çox universitet deyirdi ki, gəl bizdə dərs deyir. 4-5 universitetdə dərs deyirdim. Özüm də axırda yorulurdum. Ancaq axır həm o pulun hesabına
kitablarımı da buraxırdım, ailəni də saxlayırdım. Nəysə sonra mərhum Heydər Əliyevin bir fərmanı oldu. Akademiyada maaşlar 2 dəfə yarım artdı. Ondan sonra daha yaxşı oldu və inkişaf oldu. O ki qaldı o titullar deyirsə, bəli, titulları elində belədir. Çox çalışırsan, dərhal sən onun bəhrəsini görmürsən bir müddətdən sonra. Bu elə bir biznes deyil ki, dərhal nəsə görsən, bəhrəsini görəsən. 2012-ci ildə mənim məsəl üçün dövlət mükafatı layiq gördüm. Bu İrəvan xanlığı kitabının müəlliflərindən biri kimi. Sonra 2015-ci ildə də Azərbaycan Əməkdar Elm Xadimi adı prezident təyin verdi. O da həm demək bir qədər maddi cəhətdən də kömək olur, həm də bir addır da, fəxri addır, hörmətli addır. Və nəhayət də ki, bu yaxınlarda sağ olsun bizim prezidentimiz Cənab İlham Əliyev məni fərdi prezident təqaüdü almaq haqqında sərəncam verdi. Bunun da məbləği az deyil. Açıqlaya bilərsiniz nə qədər? 1700 manat. 1700 manat. Məncə kifayət qədərdir ki, yəni adamda motivasiya yaransın. İndi həm də maaşı burada alıram və üstəgəl adi pensiyada adamın pensiya kəsilmir. Onun indi mən şikayət eləyə bilmərəm idi, ancaq deyirəm ki, Allah can sağlığı versin, mən davam elətdirim bu elmi işlərimi. Təşəkkür edirəm. Mənə bir də maraqlıdır. Siz təxmini 20 yaşlarınızda akademiyaya başladınız fəaliyyətinizi. O 20 yaşda başlayanda bir gənc idiniz. Anlayırdınız hara gedirdiniz, yoxsa təxmini sizi yönəltmişdilər, belə bir o vaxtlar saydıq göndəriş var idi. Ona uyğun o aparırdı. Siz sonra hansı aspiranturada daxil olanda daha çox başladınız ki, mən artıq akademik karyeraya başlayıram. Çünki gənclər bəzən bakalavra qəbul olur, heç bakalavr dövründə, heç magistr dövründə anlamır ki, yol hara aparacaq. Daha çox prioritet diplom olsun, ali təhsil olsun. Sizdə bu proses olubmu ümumiyyətlə? Anlamamısınız lap gənc yaşınızda bu akademik karyera nədir və daha sonradan bu daha çox peşəkar səviyyəyə keçir? Yox, onu anlamışam, amma mən tarixçi olmağı düşünmürdüm orta məktəbdə oxuyanda. Məndə riyazi məntiqi daha güclüdür. Mən riyaziyyat müəllimimiz sonra 5 il mənimlə danışmadı. Mən tarix fakültəsinə girdiyimə görə dedim, mən gözlədim, sən məşhur riyaziyyatçı olarsan, niyə getdin? Ancaq ki, universitetdə oxuyanda mən elmi işçi olmağı düşünürdüm. Bizdə o zaman belə bir fikir var idi ki, deyirdik. Bakı Dövlət Universiteti, onlar Azərbaycan Dövlət Universiteti adlanır. Bu müəllim buraxmır. Elmi işçi buraxır. Müəllim pedaqoji universitet buraxır. Pedaqoji institut deyirlər. Onda biz onu elə o vaxtı da məsəl üçün bizdə pedaqoji dərsi keçəndə ona biraz elə ikinci dərəcəli fən kimi baxırdıq. Təsəvvür eləmirdik ki, biz müəllim olacağıq. Sonra ancaq fikirləşdim ki, sən demə axır universitetdə də dərs keçmək üçün onu fikirləşmirdik. Biz elə ancaq elmin fikirləşirdik və mən məqsədə uyğun seçmişdim elmə gəlməyə. Təxmini karyera yolunuz o dövrdə formalaşdı ki, belə. Mənə maraqlıdır. Deməli siz əgər tarixçi olmasaydınız, məşhur bir riyaziyyatçı olacaqdınız. Ola bilər, ola bilməz. Ancaq deyirəm ki, var idi məndə. O demək, o ən çətin məsələləri həll edəndə riyaziyyat müəllimimiz lövhədə yazdırırdı, biraz gecikirdi həlli. Mən tez onu həll edirdim. Gördüm, gəlir, o çox yaxşı müəllim idi. Mənim baxır ki, necə eləmişsən? Gedirdi, o da bunu eləyirdi. Yəni bizdə elə bil ki, müəllim tələbə yox, iki dost münasibəti yaranmışdı. Bir də görürdün, çağırırdı gecə, çətin misallar, zad məsələlər, bunları eləyirdik. Çox maraqlıdır. Elmin, mən ədətən fikirləşirəm ki, insanın ya texniki yönümlü olur, ya humanitar yönümlü olur. Biri alınırsa, digəri alına bilməz. Amma müəllim canlısı budur ki, belə deyil. Yəni riyaziyyatı yaxşı bacaran insan, yəni humanitar yöndə də yaxşı uğurlar əldə edə bilər, əla uğurlar əldə edə bilər. Yeri gəlmişəm bir misal da deyim. Biz hərbi toplanışda olanda Gəncədə, orada müxtəlif fakültələrin uşaqları da vardı. Bu riyaziyyatçılar, fiziklər başladılar tarixdən sual verməyə. Bizim qrupun uşaqları, zəif uşaqlar, bunlar cavab verə bilmirlər. Dedim, dayanın, mən sizə fizikadan sual verəcəm. Riyaziyyatdan sual verəcəm.
Və dedim onlar xeyli çətin. Axırda bəzi tapdı cavabını, bəzi tapmadı. Dedim bax belədir. Siz elə tarixçilərə barmaq arası baxmayın. 19-cu əsrdə belə bir termin var idi. Polimat insan. İnsan hər tərəfli insana deyilirdi. Bu gün insan hər tərəfli ola bilmir məncə. Çətindir. Düzdür, bu çox şaxəli məqsədlər açılır. Bu orada olmalısan. Bu gün sürətli informasiya dövrü çatdırmaq lazımdır, amma müəllim istənilən yerdə peşəkarlığını göstərə bilər. Yəqin ki, o hərbidə artilleriyada dəqiq ölçülər lazımdır. Orada sizin köməyiniz lazım oldu. Orada göstərdiniz bacarığınızı, riyaziyyat bacarığınızı. Müəllim, deməli yaxşı xəbərdən başlayaq yoxsa pis xəbərdən? Nəyi demək istəyirəm? Müəllim, deməli bu elm yolunun, karyeranın görünməyən sual daşları var. Hansı ki əngəllər və təbii ki avantajlar var, hansı ki bəhrəsini görürsən. Mən istəyirəm siz hər iki saxda bizə bir gənclərə, bizi izləyənlərə bir məlumat verərdiniz ki, çətinliklər nə idi və təbii ki biz bunu nəzərə alacağıq ki, siz təhsil aldığınız sizin gənclik dövrünüz Sovet dövrünə düşür və bu gün fərqli ola bilər. Sovet dövrünün öz çətinlikləri var idi. Yəni maliyyə cəhətdən demirəm. Təqaüd yaxşı idi. 120 manat aspiranturada təqaüd verirlər. O zaman yaxşı pul idi. Və ezamiyyətə də gedəndə gedib bir ay dövlət verirdi. Mən 2 ay östəmək alırım. Çünki Moskvada günü bir manata qalmaq olurdu evdə. Qalırdım. Əlavə deyil, hesabıma 3 ay qalırdım. Onun üçün arxivlərdən materiallar toplayırdım. Ancaq Sovet dövrünün bir dənə müəyyən qüsurlu cəhəti nə idi? Rusiyada ən çox bizim Azərbaycan tarixinə aid olan materiallar Rusiya İmperiyasının xarici siyasət arxivindədir. Orada da gedirdin, zaten siyahını vermirdilər ki, hansı sənədlər var. Deyirdilər, özünün adını ver, biz özümüz seçib gətirəcəyik. Bu artıq əvvəldən qərəzli yönəltmə olur da. Gətirirdilər papkaları, baxırdı. Sonra da bizi dəftəri əvvəldən deyirdilər ki, bir dənə ümumi dəftər götürün, onu səhifəliyin, tikirdilər, möhürlüyürdülər. Ona yazmalısınız. Ayrı yazın. Yazırdı, gələndə dəftəri vermirdilər. Qalsın burada, biz özümüz göndərəcəyik. Oxuyurdular. Bir də görürdüm ki, qarşılayıblar. Mən də elə o qədər elə dəftər. Müəyyən yerin bunların xoşuna gəlmirdi ki, Rusiyaya qarşı bu 3 əsr qabaq olanda Ruslarda qəribədir. Bu Rus imperiyası dövründədir nəsə. Bəli. Kəsirlər, məsələ zərəri odur. Cəhənnəmə o materialı kəsirlər. Elə yer olub ki, ayrı bir sənədin başlanğıcı da ora düşüb o səhifəyə, mən bilməmişəm. O sənədin istinad yerinə itirirdim. O sənədin özü qalırdı. Belə şeylər vardı. Qalma asan idi İzmirdə. Ancaq belə nəzarət güclü idi. Onu da bilirsiniz ki, özdə konsepsiya, ancaq marksist konsepsiyadan işləməli idi. Sərbəst düşünməyə imkan vermirlər. Bu çətinlikləri də vardı. Dediyim kimi, ancaq maliyyə cəhətdən yox. Bu məncə yaxşıdır. Əgər biz desək ideya yoxsa materiya, mən də materiya tərəfi təmin olunmuşdu. İdeyanı biraz sıxırdılar. Bəs bu gün necədir müəllim? İndi məsələn o yaşlardakı bir gənc alim o yola girmək istəsə çətindir, ancaq yaxşı olar ki, bu gənclər bizdən fərqli onlar xarici dilləri bilirlər. Elmlə məşğul olmaqla yanaşı müəyyən qrantlara da girsinlər, götürsünlər. Yəni mən deyirəm universitetlərdə işləyirdim, oradan alınan pulla kitabımı çap elətdirirdim. Və belə də eləmək olar. İndi universitetdə dərsəm, indi universitetdə elə yaxşı da pul verirlər tədrisdə. Belə məncə elə bir çətinlik. Və sən mənim doktorantımsan. Hansı çətinliyi görmüsən? Mən hələ dissertasiya yazmaqla məşğulam. Axır baxmada onun işində sən özün bilirsən. Əlbəttə ki, elmi işin. Sən müzakirən oldu, iş güzel müzakirə. Narazı qalmadın ki ona? Xeyr. Hər şey şükür qaydasındadır. Əlbəttə ki, elmi işin dediyiniz kimi çətinliyi var və eyni zamanda amma bizə əsas motivasiya verən şey odur ki, bilirik ki, bu siz demiş şərəfli bir işdir, yaxşı bir iş görürük. Həm özümüz üçün, həm də cəmiyyət üçün, xalqımız üçün xeyir verəcək işlər görürük indidən. Ola bilər ki, bu xeyir
15-25 il sonra özünü göstərsin, amma temkinli fakt olmaq faktlığında lazımdır qalsın. olacaq. İtmir. Elində sen o insanlar ölüb gedir, görürsünüz biz 200-300 il qabaq yaşamış adam alimləri kitablarını oxuyuruq, deyirik nə yaxşı alim olur. Belə indi bizim də yazdıqlarımız qalacaq gələcək nəsillərə. Bu çətinliklərdən keçmək üçün maddi tərəfdən baxmasaq, adamın xüsusi entuziazm olmalıdır, həvəsi olmalıdır bu yöndə araşdırmaq. Təbii. O olmasa, yəni heç bir Qeyri-mümkündür. ən yaxşı təminat belə. Bəli, o zat alim istənilən vaxt indi bir də görürsə gecə saat 2-də adamın beyninə bir şey düşür. Dərhal durub onu yazmalısan. Əks halda yaddan çıxa bilər də, o fikir gəlir. Yaxşı bir fikir gəlir. Heç gündüz onu nə qədər fikirləşsə o fikir gəlməzdi. Bir də görürsən ki, gecə gəldi fikir. Onun üçün də bizim o akademiyanın aspirantları yataqxanasında əksəriyyəti aspirantların elə gecə işləyirdi. İşıqları yanırdı. Bir də gecə sakitlik olur, səs-küy olmur. Sırf elmdən məşğul olmaq olur. Tofiq müəllim, deməli mənim belə sualım var. Alim cəmiyyət tərəfindən ən yüksək pillələrə də qaldırıla bilər, təltif oluna bilər. Bunun sübutu məsələn Nobel mükafatı ola bilər və əksinə cəmiyyət tərəfindən tənqid də oluna bilər çox sərt şəkildə. Sizcə cəmiyyətin, dünyadakı cəmiyyətin, insanların gözləntisi nədir elmdən, alimdən və eyni zamanda istərdim Azərbaycan cəmiyyətini də müqayisə edək. Gözləntilərim nədir elmdən, alimin özündən? Bax, sizin kimi elə istedadlı gənclər gəlirsə, bu artıq bizdə ümid yaradır ki, bizim elm etibarlı əllərdə olacaq, inkişaf edəcək. Bizdə ancaq bir dənə qorxulu nədir? Populizm var bəzi adamlarda, düşürlər. Akademiya heç bir iş görmür. Yəni, heç biri, yəni siz kitab oxuyursunuz ki, bu sözü deyirsiniz, oxuyan bilərdir. Özünə bunlar fikirləşir ki, bu akademiya dövlətə güya yükdür, maaş verilir. Axı akademiyanın bəs gördüyü işləri də görün də. Siz elə bir onu niyə fikirləşirsiniz? Belə o populist adamlar zərər vurur elmin inkişafına. Gözdən salırlar Əslində məncə zalimləri. tənqid pis deyil. Xoşniyyətli, konstruktiv tənqid. Tənqid ayrı şey. Yaxşıdır. Yəni əgər bunu tənqid üçün eləyirlərsə ki, akademiyada və elm adamlarında hansı elmi tədqiqat mərkəzində dəyişim olsun, çox yaxşı. Bəli. Amma bəzən siz demişkən populist populist. vəqf eləyir bu tərəfləri. Məncə bu balansı saxlamaq bir qədər çətindir. Amma sən nə düşünürsən? Ümumiyyətlə qorxudurmu səni belə deyək, cəmiyyət tərəfindən bir tənqid, reaksiya, yoxsa əslində bu Mən həmişə tənqidə açığam. Mən bir kitab çıxaran kimi ilk növbədə bütün kitabxanalara, hətta Moskvaya gedəndə Moskva kitabxanası verirəm. Sonra Amerikaya göndərirəm. Qoy oxusunlar, mənim nöqsanım varsa desinlər. Bu daha yaxşı. Mən sonra fikirləşərəm ki, bu nöqsanı necə aradan qaldırım, necə. Burada bir el yaradıcı şeydir. Yaradıcılıqda da səhv ola bilər. Bir standart deyil ki, bu qəlimlə gedəsən, bu elmdə yaradıcılıqda uzun müddət məsəl gedirsən arxivə, axtarırsan 5 gün heç bir fakt tapmırsan sənədlərin içində. Bir də görsən elə bir fakt rast gəlir. Mən bir yer gəlmişəm deyim. Mən bir fakta rast gəldim orada Moskvada arxivdə işləyəndə. O sadə demək onlar iş deyirlər, o sənədi. Bizim alimlərdən bir ikisi gördüm orada yazılır ki, kimlərsə var. Görüb ancaq o faktı oradan ağıllarına gəlməyib götürə bilmirlər. Niyə görə? Demək bu Rusiyanın Türkiyədəki rezidentidir. Yəni o səfirliyin bir aşağı səviyyəsidir. Onun göndərdiyi məlumatdır, şifrələnmiş. Yazılır X sonra Y və ona görə də o yerləri heç kim oxumayıb ki, bu boş şeydir. Mən o zaman diplomat tarixindən dərs deyirdim Özəl Universitetdə. Ağlıma gəldi ki, bu şifrənin açılışı olmalıdır. Baxdım, gördüm ki, hər 5 hərfdən, 6 hərfdən üstündə bir dənə hərf yazılıb. Onları birləşdirdim, gördüm söz yaranır.
Sonra sözləri birləşdirdim, gördüm cümlə yaranır. Gəldim mən nə orada nəyi tapdım və nəyə görə sevindim. Bir Əbdülrəzzaq xan deyilən üsyançı olub 18-ci əsrin əvvəllərində. Bunun adı getmişdi Türkiyə agenti kimi tarixşünaslıqda elə yazırdılar. Mən gördüm ki, o materialdan Əbdülrəzzaq xan nəinki Türkiyə agenti, nəinki Rus, öz vətənini çox sevən adam oldu. Onun üçün də bu o zaman Azərbaycanın axı Xəzər sahillərini Rusiya işğal etmişdi. Bu biri tərəfində Osmanlı imperiyası. Bu bunlara qarşı il yarım mübarizə aparır. Axırda gəlib demək bunu öldürürlər, hiylə yolu ilə öldürürlər. Bir də onunla bərabər həm də İsmail Mirzə var idi. Yalançı İsmail Mirzə. Onu da elə öldürürlər. Bunun sonra mən görürəm ki, mübahisə düşüb Rusiya və Osmanlı hakimiyyət orqanları arasında. Bu deyir ki, onun ailəsi mənə çatır. O mənim qiyamçımdır. Yəni mənə qarşı qiyam edir. O biridir, özünü Əbdülrəzzaq xanı aparıb İstanbulda edam elədilər. İndi ailəsi üstündədir. Mənə dəhşət bürüdü ki, o zaman Azərbaycan nə pis gündə oldu və belə ki, belə bizim adamlar gör talihi necə gətirib. Sonra da mən fikirləşdim ki, bu adam Azərbaycan sevib, belə mübarizə aparır. Bunun adı tarixə niyə agent kimi düşsün? Onda deyirəm, çox sevindim. Elə bildim ki, mənə o vaxtı Qazi 21, bahalı maşın idi. Elə bir Qazi 21 elə bir çıxmışam sevincimdən. Bilmirəm nə edeyim ki, bir sevinə ki, mən belə bir şey tapdım. Belə maraqlı məqamlar olur. Hardakı alim, araşdırmacı, tədqiqatçı mənbəylə üzbəyüzdür və bir kəşf eləyir. O hiss, o həmin o kəşf anı, o Evrika anı, o Arkimedin Evrikanı fərqli cürə yaşanır. Möhtəşəm hissdir. Tofiq müəllim, sizin tələbələriniz olub kifayət qədər. Sizin elmi rəhbəriniz oldu, doktorantlar olub. Və uzun müddətli siz müşahidə edə bilərsiniz ki, hər nəslin doktorantları dəyişirmi? Məsələn, mən universitetdə dərs deyirəm və görürəm ki, bir ilin kursu fərqli gəlir, digər fərqli. Siz bunu belə elm səviyyəsində, doktorantlar səviyyəsində görəndə, doktorantlar dəyişirmi? Bugünkü texnologiyalar onları dəyişdirirmi, tədqiqat üsullarını və yaxud nə cür olur? Və yaxud əgər dəyişilmək üçün təklif gəlirsə, siz buna dəstək olursunuzmu? Yoxsa deyirsiniz ki, bu metod daha effektivdir, bundan işləmək lazımdır. Bunu necə görürsünüz? Elmin yeni fədailərinin belə deyək, sadə mürəkkəb inkişafı varmı? Mən 23 fəlsəfə doktoru yetişdirmişəm. 3 nəfər də elmlər doktorunun məsləhətçisi olmuşam. Mən deməzdim hansı dövrdə. Hər dövrdə elə çox elmə ciddi yanaşan da olub doktorantların içərisində. Eləsi də olub ki, əsgərliyə getməsin deyə gəlib doktoraturaya girib, belələr də açığı var. İndi baxır. Ancaq bütövlükdə içərilərində elmə həvəs göstərənlər çox olur. Mən əslində demək istəmirdim ki, kim yaxşıdır, kim pisdir. Sadəcə yaxşı mən deyirəm. Dövrlər üzrə yaxşı demək düzgün deyil. Hər dövrdə dedim, mən onu deməyim, yaxşısı da olub, doktorantların pisi də olub. İndi də elədir də. Bəs 20 ildən sonra necə görürsünüz tarix elmini? Elmi ümumiyyətlə necə görürsünüz? Onu mən indi peyğəmbərlik edib. Bu cür inkişaf edib. Məsələn, süni intellekt gəlib ortaya. Mən süni intellektə çox da inanmıram. Birincisi, əsas insan amilidir. Bu süni intellektin bazasını kim yaratmalıdır? Alimlər yaratmalıdır. Alim olmasa, o məlumatları qoymasa, süni intellekt heç o cavabları hazırlaya bilməz ki, o da bazada olmalıdır məlumat. İkincisi, süni intellekt alim belədir ki, hər alimin öz vətəndaşlığı var, vətən borcu var. Süni intellektdə o yoxdur axı. Sənə götürüb elə bir də görürsən ki, elə bir sənə üçün iş yazdı, çıxartdı ki, elə bir bunu Ermənistanda yazıblar. Ya ayrı yolda. Onun üçün də süni intellektdən istifadə eləmək olar, ancaq tənqidi yanaşmaq lazımdır. Onu hökmən baxmaq lazım. Bunu süni intellektin yazdığı deyirlər, dissertasiyada yazır, onu etibar eləmək olmaz. Onu
İndi elə məncə başlıca tələblərdən biri də odur ki, süni intellektlə yazılan məqalələri də qəbul eləmirlər bu. Amma müəllim, mən demək istədiyim süni intellektin verdiyi bir alət kimi. Ondan istifadə o yaxşıdır. Alət Mən yox. Bəli. Hər bir yenilikdən istifadə olunmalıdır. Biz əlbəttə qabaq məsəl üçün ancaq makinada yazırdılar. O makinada görürdüm bir səhv gedirdi. O səhvəni cırıb təzədən çap eləmək lazımdır. Sonra kompüter çıxdı. İndi daha cırmaq lazım gəlmir səhvəni dəyişikliklər edir. Mən çox təşəkkür edirəm sizə. Siz elə məqamlar toxundunuz ki, hər kəsə maraqlıdır. Yəni insan siz bəzəmədiniz. Eyni zamanda problemləri də dediniz. Amma üstünlükləri də dediniz. Yəni nəticədə əgər bu yolu davam etdirsən, nə əldə eləyərsiniz? Bizi izləyən gənclər var. Aralarında bakalavrlar da var, magistrlar da var. Siz onlara nə tövsiyə eləyə bilərsiniz? Ümumiyyətlə, əgər akademik yolu seçmək istəyəcəklərsə. Çünki bəzən ola bilsin bu bizim buraxılış onları bir qədər düşündürsün, araşdırma gətirsin, görəsən akademik karyera nədir, niyə mən gəlim o yola? Nə tövsiyə eləyə bilərsiniz gənclərimizə? Onu tövsiyə edərəm ki, əvvəla seçimi ciddiyyətlə yanaşsınlar, sonra da hər çətinlikdən qorxmasınlar. Hər bir işin zəhmətin bəhrəsi olur. Bunu həmişə bilmək lazımdır. O əvvəl-axır sən zəhmət çəkirsənsə onun bəhrəsini görəcəksən. Bəli, mən onu da qeyd edeyim ki, biz izləyən gənclərə təbii ki, karyeraya başlayanda istənilən məqamda sən birdən-birə bütün bu benefitlər ki var, onları əldə eləmirik də təbii ki. Və mütəxəssis olduqca və mən sizə bir şey qeyd edeyim müəllim. Biz elmin də mən də bizim gənc kolleqalar var. Digər ölkələrdə, konfranslarda onlarla görüşürük. Aşağı-yuxarı görürük ki, onlarda da nəsə problemlər var, amma ona baxmayaraq onlar da bu yolu davam etdirirlər, həvəslidirlər. Və networking, gənclər üçün mən networking, yəni şəbəkə qurmağı vacib hesab edirəm. Mütləq şəbəkə qurun, mütləq tanışlıqlar qurun. Ola bilsin bir yerdə həmməlif olduğunuz kimlənsə məqaləniz çıxar. Ola bilsin elə bir elmi layihə ortaya çıxardarsınız. Elm fondu bilirsiniz də, yəni elm fondu həm gənclər üçün nəzərdə tutulur. Orada həm ümumiyyətlə də alimlər üçün. Elə biz də indi istəyirik bir orada bir layihə hazırlaya verə, bu elmini də orada biz elə qatmışıq. Görək, yəni nə olacaq nəticəsi görək. Bu çox yaxşı bir təşəbbüsdür. Yəni təbii ki, istənilən sahədə insan əgər əmək haqqına fokuslanırsa, o eyni yerdə qalacaq. Amma sən bir qədər ünsiyyət qurursansa, bir qədər şəbəkə qurursan, network qurursansa, təbii ki, deməli burada alimin tək bilikləri yox, bu hard skills deyirlər. Eyni zamanda bu yumşaq bacarıqları, bu insani tərəfləri çox vacibdir ki, sən onunla ünsiyyət qurmaq istəyirsən. Şəxsi keyfiyyətləri çox vacibdir. Həm də bayaq bunu dedik, amma bir də təkrar eləməyə ehtiyac var məncə. Biz indi avtomatlaşmış dövrdə yaşayırıq. Hər şey sən demiş bir klikdə əlimizdədir, telefonda, kompüterdə. Belə bir dövrə göz açan bir gənc üçün elm sıxıcı gələ bilər bəzən o cəhətdən ki, müəllim də dedi, səbr tələb edir. Çünki müəyyən bir nəticəyə gəlmək üçün zəhmət çəkməlisən, sən vaxtından, enerjindən ona sərf etməlisən. Və eyni zamanda da baxırsan ki, başqaları hansı ki, tamam başqa sferadadır, o bir klikdə ona lazım olan şeyi əldə eləyir. Hansısa bir məlumatı, yaxud nəticəni. Və çox adam motivasiyadan düşür belə olanda ki, mən nə işlə məşğul oluram, belə vaxtımı itirirəm kimi düşünür ki, cəmaət neynir, mən neynirəm. Amma cəmaət neynirlə olunur dediyimiz kimi kütlə ola bilər ki, hansısa bir istiqamətə gedir, o istiqamət elmin istiqaməti olmuyor. Çoxluq hətta gedə bilər yanlış istiqamətə, o da ola bilər. Amma bir şey, bu həqiqətdir ki, elmin istiqaməti düzgün istiqamətdir. Bu, belə deyək, nağdıdır. Eynən, Garantidir. elm tərəqqini sevir. Tərəqqinin qarşısını almaq olmaz, ləngitmək olar. Məncə, əgər bir gənc, sadəcə bakalavr gəlib yaxınlaşa deyə bilər ki, müəllim yeni bir alət çıxıb kömək eləyəcək bizim araşdırmağımıza, dərsimizi daha interaktiv edəcək. Məncə, müəllim bunu qəbul eləməli. Yəni, mühafizəkarlıq müəyyən dəyərləri qoruyur, amma tərəqqinin qarşısını almaq doğru. Tərəqqiyə heç cürə mane olmaq düzgün deyil. Tərəqqi
ondan istifadə eləmək lazımdır. O süni intellektdən də istifadə eləmək lazımdır. Ancaq dedim, eyni zamanda ona tənqidi yanaşmaq lazımdır. Onu da yoxlamaq lazımdır. Hətta Onu mən da bilirəm. yoxlamaq lazımdır. İki mənbədən olmalıdır ki, dəqiq olsun. Elmi yanaşma ilə də bu zaten bu elmin əsas tələblərindən biridir. Həmişə tənqidi və şübhəci yanaşmaq lazımdır. Ən çox qəbul olunan, həqiqət kimi qəbul olunan fikrə qarşı belə. Çünki bu dəyişə bilir. Yeni başqa bir yer. Hər şey bir hipotez. Şübhə ilə yalnız düz deyirsən, yanaşırsa tənqidi yanaşma da tarixdə deyirlər tənqidi yanaşma. Metodlardan biri odur. Tofiq müəllim, mən təşəkkür edirəm. Gənclərimizin adından təşəkkür edirəm. Gənc alimlər və Mütəxəssislər Şurasının, institutumuzun şurası haqqında adından sizə təşəkkür edirəm. Və bizim bu podkast verilişində biz söhbət edirik, amma biz həm də qonaqlarımızı da dəvət edirik. Onların canlı olaraq sual vermə imkanı yaradırıq. Çünki bizdə təbii ki, YouTube kanalımızda da şərhlər yazırlar. Ayrıca maillə də göndərirlər sualları. Ne dediyim, tənqid edirlər, təklif edirlər. Biz bunları hamısının üzərində işləyirik və ola bilsin də hazırda bizim iştirak edən qonaqlarımızın da sualı ola bilər, hörmətli Tofiq müəllimə. Bizə də sual ola bilər. Hətta bizə də təklifi və tənqidi də ola bilər. Əgər kimsə sualı varsa buyursun. Biz burada eşidirik. 7-14-cü əsr şöbəsində tələbatıyam. Öz işim hal-hazırda Azərbaycan dövlətlərinin 9-11-ci əsrlərdə siyasi vəziyyətidir. Mən bu iş işləyəndə ərəb dilli mənbələrə çox gedirəm, ondan çox istifadə edirəm. Mən Tofiqlə ilk öncə sualın ümumi məvzundan ibarətdir ki, bir təcrübəli, necə deyim, mütəxəssis kimi, bizdən böyük kimi. Mənim ən çox şəxsən özümün çətinlik çəkdiyim odur ki, tarixi siyasətin təsiridir. Və bilirsiniz ki, bizim bu 9-11-ci əsrlərdən əvvəl Azərbaycanda Əməvilər dövrü var, Abbasilər, hətta ondan əvvəl Rəşidi xəlifələr dövrü. Və belə bir nəticəyə gəlirəm ki, mənbələrdə istifadə edəndə həmin dövrün deməli tam ki xəlifələrinin siyasi təsirləri çox olur və bəzən tarix məncə təhrif olunur. Tutalım ki, hər hansı bir mənbəyə gedəndə informasiyanın məntiqlə düzgün olmadığını görürsən. Və belə bir fikirləri tarixə gətirmək düzgündürmü ki, şəxsən mən gənc tədqiqatçı kimi yaza bilərəm ki, tutalım ki, Təbəli Babəkdən yazı onun həddinin artıq belə deyil, çox bir aşağıya bilər. Mən bunu fikri şəxsən gənc tədqiqatçı kimi bunu qələmə ala bilərəm və yaxud da başqa İslam tarixinə baxanda Əməvilərin baxırsan ki, kitabı müqəddəs kitabı təhrif etməsinə aid bəzi mənbələrə rast gəlirsən. Yəni belə yanaşmalar gənc tədqiqatçıya nə qədər uyğundur? Yəni belə orta əsr mənbələri mən düzgün saymıram. Yəni necə deyim, bəzilərini Yox, bəs mən dedim ki, ən belə tarixi tədqiqatda ən mühüm metodlardan biri tənqidi yanaşmadır. Sən o əvvəla tutuşturmaq lazımdır. Bir imkan varsa, bir mənbədən oxuduğunu ayrı mənbə ilə də tutuşturursan və sonra da özün də bir yanaşırsan ki, bu adam bunu yazan hansı mövqedə durub? Tarixçinin onun belə bir Marksizmin belə bir tezisi var idi. Deyir, ictimai şuur, ictimai varlıq, ictimai şuuru təyin edir. Yəni o tutduğu vəzifə. Tutaq ki, orta əsrlərdə o sallamacılar olub, onları hökmdar ona pul verib, o da hökmdarı mədh eləməlidir. Yazır ki, elə bir dənə qılınc vurmaqla dağı oynatdı hökmdar. Sonra hökmdarın məğlub olduğu yerləri heç demir. Gəlir, deyir ki, oradan belə getdirsə. Bunu düz edirsin, lazımdır. Tənqidi yanaşmaq lazımdır. Təşəkkür edirəm xanım. Bir kitablarınızı gördüm müəllim. Bir sualım yaranıb kitabdan. Buyur. İlk kitabınızdakı yaranan çətinliklər sonraki ən son kitabda qədər eyni olurmu? Yoxsa o artıq təcrübəniz üstə gəldikcə daha asan yazılır? Yoxsa eyni elə çətinlik hər Yox, getdikcə adam püxtələşir də. İndi kitab çıxandan sonra düzdür, adam elə həmişə təkmil yazmırsın. Deyirsən ki, kitab çıxandan sonra deyirsən, mən bunu belə də yaza bilərdim. Daha yaxşı. İkinci kitabda artıq onu nəzərə alırsan. O kitab çıxanda yenə də baxırsan ki, demək hələ də belə də yaza bilərdim. Və yaradıcılıq belə də, yaradıcılığın özünə məxsus yaxşı cəhəti elə odur ki, insan öz fəaliyyətini, yaradıcı qabiliyyətini inkişaf etdirə bilir. Bəs alimin kitabları arasında sevimli kitab olurmu yazdığı?
hansınıza daha çox belə favorit hesab eləyir? Varmı sizdə elə bir kitab ki, onu yazanı demiş ki, mən burada bu Evrikadır. Yəni həqiqətən elə bir yaranırmı belə bir situasiya? Baxa deyirsiniz ki, mən bu kitabı daha çox digərlərindən seçirəm. Belə bir şey ola bilərmi? Mənim belə ilk belə tanınmış kitabım 18-ci əsrin birinci qərnəsində Azərbaycan və Rus-Türk münasibətləri idi. O kitab Rusca, mən o vaxtlar bilirsiniz dissertasiyada Rusca yazılırdı. Mən həm namizədliyimi Rusca yazmışam, həm doktorluğumu. O kitabıma mən görürəm ki, ən çox istinad o olur. İndi ondan sonra Azərbaycanca yazdığım kitabları açıq çox az istinadı var. Hətta türkçədə də tərcümə olunub, onlar da istinadı. Ancaq o kitabı 190-a qədər görürəm istinadı var. Çünki orada mən arxiv materialları çox vermişəm. Özdə bir qədər elə o zaman Moskvada işləmə imkanı çox olub. O materialları ki mən orada vermişəm, çox adamın imkanı yoxdur onları gedib götürməyə. İndi Məsələ o senzuradan olaraq siz bacarmısınız müəyyən bir informasiya. Məsələ senzura ilə onun da yolları var da. Onu dostlaşmışdım. Zaten ofis alım müdürüyle. Onu deməzlər ki. O dövrdə fərqli deyəcəm. Bunu deyirdim, mən bunu dəftərə yazmayacağam. Ayrı yazacağam. Deyir yaz. Gördüm ki, kəsirlər də neymiş. Müəllim, təşəkkür edirəm bizə. Biz ümumiyyətlə öndə olan, yüzdə görünən yox, arxada olan prosesləri bizə danışdığınız üçün, ətraflı danışdığınız üçün minnətdarıq sizə. Bayramınız mübarək olsun. Sağ olun. Hər kəsin bayramını təbrik eləyirəm və elmi fəaliyyətləriniz çox olsun müəllim və sizdən, sizin simanızda bütün qocaman alimlərdən biz gənclər öyrənək və biz də bu ənənəni tərəqqipərvər şəkildə inkişaf etdik. Çox sağ olun. Mən də sizə təşəkkür edirəm məni dəvət etdiyinizə görə və gənclərə də sizi də elm günü münasibətilə təbrik edirəm və neçə kitablarınız çıxsın, səsiniz. İndi bir xeyli asandır dünyaya çıxmaq. Bizim dövrdə yalnız Rusca özə SSR auditoriyası idi. İndi Amerika, İngiliscə bilirsin maşallah yazır. Bizim artıq yaşımız keçib. Orta məktəbdə mənə ingilis dili öyrətməyiblər. Sonra ancaq minimum verəndə öyrənmişəm. O da tam dərindən olmur da. Biz ona görə ancaq Rus dilini mükəmməl bilirdik. İngilis dili. Sizin imkanınız çoxdur bizə baxanda tanınmaq üçün. Təşəkkür edirəm. Çox sağ olun. İnşallah sizin bu gözləntilərinizi, sizin və sizin timsalınızda bizim bu tanınmış zəhmət çəkən alimlərimizin gözləntilərini doğruldarıq. Ümid edirik ki. Çox sağ olun. Təşəkkür edirəm. Sağ olun. Podkastın adı Gənc Tarixdir. Yəni çalışırıq gənclərə də maraqlı olsun. Yəni elm tək sıxıcı mənbələr deyil. Orada həqiqətən də maraqlı kəşflər var və bacardığımız qədər çalışırıq ki, sizin də marağınız olsun. Mütləq deyil ki, siz akademik karyeraya davam etdirərsiniz, amma eyni zamanlara maraqlana bilərsiniz. Bəlkə Azərbaycanda yox, başqa yerdə təhsilinizi alıb yenidən qayıdıb Azərbaycan tərəfə verə bilərsiniz. Düzdür, mən bu sahəyə yönəlməsəm də, yəni ən azından bir müəllimin alimlik dərəcəsindən qalxmağın yolunu və çətinliklərini öyrəndim. Təşəkkür eləmək istəyirəm. Mən böyük məmnuniyyətlə gəldim. Toğrul müəllimi biz tanıyırıq və böyük hörmət edirik. Yəni məmnuniyyətlə qulaq asdım. Amma mən təşəkkürüm sizədir ki, yəni təşəbbüsə görə çox təşəkkür edirəm. Həm də mən sizdə o böyük həvəsi gördüm. Yəni işə can yandırmağı gördüm. Bu da çox vacib məqamdır. Yəni gənclərimizdə gənclərimizin axsadığı sahədir. Onlarda bir motivasiya yoxdur. Yalnız pul üçün müəyyən işlərlə məşğul olurlar əksəriyyəti və mən hesab edirəm ki, ortaya keyfiyyətli iş qoymaqda vacib şərt motivasiyadır. İstək və yəni o yaradıcılıqda vacib şərtdir. Yəni hər şeyə rəğmən, yəni yola davam etmək. Yəni mən sizdə bilmirəm, o enerjini aldım və təşəkkür edirəm. Bir ümidim yarandı, düzü. Yəni layihənin uğurlu olması üçün, yəni sizə uğurlar arzulayıram və ümid edirəm ki, doğrudan da uğurlu olacaq layihə. Yəni siz heç nəyə baxmayaraq davam edin, onun nəticəsi olacaq. Vaxta qədər də iş yerini heç vaxt dəyişməmişəm, çünki akademiyanı çox sevirəm. Tarix İnstitutunu
özümdən, öz həyatımdan da çox sevirəm və bugün mən çox böyük zövq aldım sizin verişinizdən. Əvvəla ilk dəfə belə bir verişdə iştirak edirəm. Yəni televizorda çox görmüşəm, podkast, YouTube-da çox görmüşəm. Əsasən də məsələn Rusiyadakı verişlərə mən baxmışam. Amma bugün mən həqiqətən siz mənim Feyziyə bilədiniz. Ona görə ki, sizin verilişiniz sanki cavanları elmə dəvət edir. Amma mən bugün belə özümü hiss elədim ki, sanki məni verilişin aparıcı roluna dəvət eləmisiniz siz məni. Yəni mən o qədər sevdim bu sizin verilişinizin aparıcı rolunu, sizi o qədər sevdim ki, fikirləşirəm ki, indi nə edək? Yenə davam eləyəkmi elmimizi, yoxsa biz də bir vidushi olaq, biz də bir aparıcı olaq. Yəni burada o qədər maraqlı bir Rusça desək, взаимодействие oldu ki, yəni siz bizə təsir elədiniz, biz də sizə, mənə elə gəlir bu zalda oturanların bir hissəsi alim olacaq, bir hissəsi də aparıcı olacaq. Mən sizə çox böyük minnətdarlığımı bildirirəm. Biz Tofiq müəllimi çox sevirik. Biz onu cavanlıqdan tanıyırıq. Onun necə zəhmətkeş olduğu, onun necə özünə tələbkar və öz işçilərinə tələbkar olmağını biz bilirik. Düzdür, mən Tofiq müəllimlə bir şöbədə işləməmişəm, amma onu həmişə izləmişəm, həmişə onun hörmətinin, o istiliyini mən hiss eləmişəm, duymuşam. Tofiq müəllim nəinki ciddi alimdir, o çox gözəl insandır, çox qayğıkeş bir rəhbərdir və çox, mən sizə deyim, zarafatçıl oğlandır. Onun ciddi simasına siz uyub onu çox belə zarafatdan uzaq bilməyin. Tofiq müəllimin elə zarafatları var ki, mən o xasiyyəti çox qiymətləndirirəm. Ümumiyyətlə, insanda zarafata, hətta ciddi alim olsa belə, zarafatda yönümlü olanda mən o insanı çox sevirəm. Tofiq müəllim, biz sizi təbrik edirik. Bura gəlib oturanların da yerinə, oturmayanların da, yəni sabah bunu hamı biləcək, sabah hamı baxacaq bu verilişə. Mənə elə gəlir ki, çox bizim paxıllığımızı çəkəcəklər ki, necə oldu ki, siz gəldiniz bura, amma biz bunu bilmədik, gəlmədik. Gələn səfər mən xahiş edirəm ki, daha çox böyük reklam verin ki, biz gələk, hamımız, bizim iş yoldaşlarımız, hamımız belə verilişlərdə iştirak edək. Çünki biz çox sevirik belə veriliş. Çox səmimi verilişiniz oldu. Mən bu səmimiyyətə görə sizə də, aparıcılara, Tofiq müəllimə də öz təşəkkürümü bildirirəm. Bir izləyici kimi siz sanki masaya bizlə bir yerdə əyləşirsiniz və həm söhbət olursunuz bizlə. Və məqsədimiz də budur ki, səmimi ortam yaradaq. Yəni, müsahibə şəklində sual-cavab yox, eyni zamanda da podkast bir storytelling deyirlər, bir ifadə edirsən, hansısa bir mövzunu danışırsan. Və təşəkkür edirəm mən də Gənc Alimlər Şurasının üzvlərinə. Məsələn, burada bir nəfər Turan xanımı vurğulamaq istəyirəm. 7 sinif bileti aldı, 123 manat bileti gəldi, burası iştirak eləsin. Yəni, bu qədər fədəkarlıq elədi insan. Biz də ilk dövrdəki məhrumiyyətləri görməzdən gəlib, hər şeyə rəğmən irəliləyək və təbii ki, bu komanda işidir. Biz Gənc Alimlər İnstitutumuzun Gənc Alimlər Şurası bu layihə ortaya gəlməzdən öncə Kərim müəllim, institutumuzun direktoru ilə dəfələrlə görüşmüşük, onun dəstəyini almışıq və eyni zamanda Orxan bəy, bütün texniki dəstəyi bizi Orxan bəy eləyir, sağ olsun, təşəkkür edirəm. Yəni, o YouTube-da məsələn biz maraqlı danışa bilərik, amma onun montajı maraqsız olsa, siz baxmayacaqsınız. Komandanın ən fədakar üzvləridir. Yəni, bu komanda işidir və mən komandaya təşəkkür edirəm və bu davamlı layihə olacaq. Əgər xəbərdar olmaq istəyirsinizsə, biz bunu Tarix İnstitutunun səhifəsində də paylaşırıq. YouTube kanalımızda var, abunə olarsınız və getdikcə biz bunu şəbəkə şəklində eləyəcəyik ki, hər kəsin xəbəri olsun və əvvəlcədən elan verək. Əslində, podkast verilişi necə olur? Qonaqlar olmur. Sadəcə danışılır və sonradan YouTube kanalına yayımlanır. Biz qonaqları dəvət edirik ki, bir qədər də canlı və səmimi ortam yaransın. Təşəkkür edirik. Çox sağ olun.